Salam, Xalqın gündəmi rubrikasında sosial şəbəkə asıllığının sirləri məqaləsinin icmalını təqdim edirik. Məqalənin müəllifi Eleonora Həsənovadır. Müəllif rəqəmsal asıllıq problemini psixoloji və nevroloji aspektdən təhlil edərək bildirir ki, səhər oyanan kimi telefona baxmaq adi vərdişdən çox alqoritmlər tərəfindən qurulmuş şuurlu mexanizmin nəticəsidir. Onun fikrincə, sosial media platformaları insan beyninin mükafatlandırma sistemini, xüsusilə dopamin ifrazını hədəf alaraq istifadəçini ekrana bağlayır. Qeyri-müəyyənlik prinsipi, yəni hər sürüşdürmədə qarşıya nə çıxacağını bilməmək, qumar mexanizminə bənzər həyəcan yaradır və bu da asıllıq riskini artırır. Müəllif vurğulayır ki, müasir platformalar, proqnozlaşdırıcı alqoritmlər və böyük dataların təhlili istifadəçinin davranış modelini formalaşdıraraq, hətta onun rəqəmsal əkizini yaradır. Sonsuz sürüşdürmə funksiyası isə beynin təbii dayanma siqnallarını aradan qaldıraraq insanı rəqəmsal hipnoz vəziyyətinə salır. Nəticədə diqqət dağınıqlığı, iradə zəifliyi və kognitiv yorğunluq yaranır. Eleonora Həsənova yazır ki, hətta Facebook platformasında bəyən düyməsinin yaradıcısı və eyni zamanda şirkətin keçmiş top meneceri də bu sistemlərin zərərini etiraf edərək övladlarını sosial mediadan uzaq tutduqlarını bildiriblər. Texnologiya nəhəngləri olan Steve Jobs və Bill Gates də uşaqlarını ekran məhdudiyyəti tətbiq etdiklərini açıqlayıblar. Nevropatoloq Aslan Əlizadənin fikirlərinə istinad edən müəllif qeyd edib ki, səhər saatlarında ekran işığı və informasiya axını beynin biokimyevi balansını pozur. Uzun müddətli rəqəmsal təsir beynin bəzi sistemlərini manipulyasiya edərək real həyatda zövq hissinin azalmasını, təşviş və depressiya riskinin artmasına səbəb ola bilər. Eleonora Həsənova nəticə olaraq bildirir ki, problemin həlli texnologiyadan şuurla istifadəni öyrənməkdir. Səhərlər telefondan uzaq qalmaq, bildirişləri məhdudlaşdırmaq və diqqəti bir işə yönəltmək kimi kiçik dəyişikliklər rəqəmsal asıllığın qarşısını almaqda mühüm rol oynaya bilər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Xalqın gündəmində nələr olduğunu daim bilmək üçün videonu bəyənməyi və abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.